Ana 1990 sual işarəti, sual işarəti, sual işarəti, sual işarəti. Yəni başa düşək də. Mən anadan böyüyəm, amma qızı yaşda görükürəm. Canı sağ olsun. 1990 qəti ola bilməz. Heç düzəlmədiniz də. Heç düzəlmədiniz. Bax, deyərsən ki, mən sizi yaşda böyük düşünürdüm, ola bilər. Ola bilər. Deyərsən ki, məsələn, mən elə bilirəm ki, bu ildənsiniz. O da ola bilər. Ola bilər də. İndi mən də üzülü sayın, gedib estetik elətdirmədiyim üçün, üzümə, gözümə, qaşıma belə elətdirmədiyim üçün olduğum siman var, maşallah. Gözəl bir qadınam və özümü sevirəm. Özümlə barışıq olduğum üçün həqiqətən fərqli, özümə məxsus gözəlliyim olduğu üçün dünya gözəl deyil. Hər kəsin gözəllik anlayışı fərqlidir. Onu da elə olduğum üçün mən belə görünürəm, görükürəm. Bəziləri var belə. Dirəşir ki, sən 1990-cı ildə dünyaya gəlibsən. Da neynim, anam indi 1990-da məni dünyaya gətiribdi, üzürlü sayın. Gərək xəbər versəydik, 10 il əvvəl dünyaya gətirsəydi məni. Ya da təkrardan tövbə estağfurullah geri dönərəm, deyərəm ki, 1980-də məni dünyaya gətirsinlər. Həqiqətən bunu işlədin də, ay canım gözüm, ay şirin sözüm. Bunu işlədin də. Bu sözlərinizlə insanları estetiyə, o ifrat dərəcədə estetiyə yönləndirirsiniz. Sizin xəbəriniz var, nə qədər günah qazanırsınız. Siz mənə təsir eləyə bilmirsiniz, eləyə bilməyəcəksiniz. Ürəyim istəyəndə cavab verirəm, ürəyim istəməyəndə bəyənirəm, keçirəm. Sizin bu sözlərinizə görə, sizin bu aldığınız günahlara görə, vəballərə görə nə qədər insan həyatdan küsür. Nə qədər insan, nə qədər qadın, kişilər də var ha. Gedir estetik, botoks, burasını şişir. Onda da deyirsiniz ki, süniken. Ayıb deyil sizə. Sən mənə 90-cı il dəqiq deyil deməklə heç nə dəyişmir. Siz öz axmaqlığınızı göz önünə sərirsiniz. Düşünsənə, üzümə durursan ki, bax, mən 90-cı ildə dünyaya gəlmişəm və bunu söyləyirəm də rahat. 35 yaşındayım, 35, 40 olar inşallah 40, 60 olar 60. O gün də video paylaşdım ki, mənə yaş önəmli deyil. Elə 25 yaşında insanlar var ki, paxıllıqdan, küsüb həyatdan nə öz həyatını yaşayır, nə də başqalarına imkan verir həyatını yaşasın. Ən azından mən həyatımı yaxşı, pis, mutlu, mutsuz yaşayıram. Dolu-dolu yaşayıram və dəyir. O yaşımı qazanmağıma dəyir. Bilirəm ki, keçmişə baxanda bilirəm ki, yox, boş keçməyib ömrüm. Öyrənmişəm, öyrətmişəm, yaşamışam, balamı böyütmüşəm, pis-pis vərdişlər etməmişəm. Mən bununla qürur duyuram. O qədər yoxsulsunuz ki buradan, maddiyyat deyil, buradan yoxsulsunuz ki, ancaq yaşa takılırsınız. Mən anadan böyüyəm. Nə gözəl, nə gözəl, böyüksünüz, gənc görünürsünüz, çıqqılı görünürsünüz, nə gözəl. Mən görsəm, mənə desəniz, mənə belə desəydiniz, deyərdim, nə xoş, nə xoş. Yəni bunu deyib, güya siz dediniz, kişilər sizə o zaman yazsın ki, ah, gözəl xanım, həqiqətən gənc görünür, hə? Neçə yaşında göründüyün deyil, yaşın önəmlidir. Siz mənə 40-45 də desəniz, mən 35 yaşındayım. Bu sizi əsəbləşdirir, bu sizi yandırır. O zaman 60 yaşında insan estetik eləsin, görünsün 25 yaşında. Ona 25 yaşında kimi davrana bilərsiniz. Onunla kankalıq eləyə bilərsiniz, onunla arkadaşlıq, dostluq eləyə bilərsiniz. Ona o gözlə baxa bilərsən, baxa bilmərsən. 1000 dəfə deyirəm, başa düşmürsünüz. Sizin bu sözlərinizə görə nə qədər insan həyatdan küsür, nə qədər insan özünü sevməməyə başlayır, nə qədər insan estetiyə gedir. İfrat dərəcədə estetik elətdirir. Onda da pis günə qoyurlar onları. Onda yenə də deyirsiniz ki, ay, bu nədir? Bu qədər qazandığınız günahların cavabını necə verəcəksiniz? Mən öz günahıma cavab deyəm, ona görə heç kimdən işim yoxdur. Heç kimin qəlbini qırmamağa, təbii ki, gücüm yetdiyi qədər qırmamağa çalışıram. Siz bu qədər iyrənc içinizdəki o üfunəti çölə vurmaqla xoşbəxt olmayacaqsınız, ay canım gözüm. Ay görükürəm. Bəsdirin.
Mənə bata bilməyəcəksiniz. Amma mən icazə verməyəcəm ki, o ifrat, o kirli ruhunuzla başqalarını da kirlədəsiz. Gücüm yetdiyi qədər bununla savaşacağam. Gücüm yetdiyi qədər insanların özünü sevməsini, özünü olduğu kimi qəbul etməsini, dəyişmək istəyəndə də özü istədiyi üçün dəyişməsinə yardımcı olacağam. Sevirəm sizi. Belə. Bay bay. Dırnağım qəşəngdir.